Balakən şəhərində həyətyanı ev satışa çıxarılır. Ev Asan Xidmətin arxa tərəfində yerləşir. Gördüyünüz kimi kanalizasiya qazılmış, üstü betonlanmış. Yəni işdəki haldadır. Həyətinə aid ayaq yolusudur. Ehtiyat su hövzəsidir. Yəni tikilib hazırdır. İşdəki haldadır. 9'un 10'adır ev ölçüləri, yəni 90 kvadratdır. 6 plakan torpaq səviyyəsində hündürdə tikilmişdir. Girişdə qonaq otağıdır. Qonaq otağı genişdir, gördüyümüz kimi. Yataq otağı tavanı yetərincə hündürdür. Hal-hazırda evdə yaşayış yoxdur. Ön hissədə hamamın ayaq yolusu kimi nəzərdə tutulmuşdur. Təmirsizdir. Bu otaq da təmirsizdir. Evin girişinin sol tarafında evin mətbəxlidir. Mətbəx və 2 otaq hazırdır. Yəni qeyd etdiyim bu otaq təmirsizdir və ayaq yolusu qeyd etdiyimiz kimi təmiri yoxdur. 2 çox torpaqda yerləşir. Hal-hazırda evdə yaşayış yoxdur. 2 çox torpaqda tikilibdir. 4 kubikdən sonra kərpiçdən tikilib, beton kəmərlər gedilibdir, gördüyünüz kimi. Torpağının qubçası var. Qiyməti videonun altında qeyd olunacaqdır.